Bugünkü mövzu şagirdlərin bəzilərinin çətinlik çəkdiyi leksik və qrammatik şəkilçilərdir. Leksik və qrammatik şəkilçiləri fərqləndirmək üçün bir neçə mərhələni bilmək lazımdır. Təbii ki, bu mərhələ hansı ki biz şəkillərdən istifadə edirik. Bu şagirdlər üçün asan da olsun deyə bu üsuldan istifadə edirəm dərs keçən zaman. Təbii ki, mərhələlər şəklində olur. Bu nə deməkdir? Məsələn, əgər şagird nitq hissələrini mənimsəməyibsə, leksik və qrammatik şəkilçiləri bilmirsə və ümumiyyətlə deyir ki, müəllim, mən leksik və qrammatik şəkilçini fərqləndirməyi bacarmıram və çətinlik çəkirəm. Bu zaman şəkillərdən istifadə edərək, təbii ki, bu bütün sözlərə aid deyil. Məsələn, mücərrəd isimlər var ki, mücərrəd isimləri biz gözlə görə bilmirik, şəklini çəkə bilmirik. Tam bütün sözlərə aid etmirik, amma əksər sözlərdə hansı ki, ümumiyyətlə leksik və qrammatik şəkilçini fərqləndirməkdə çətinlik çəkən şagirdlərimizə ilkin mərhələdə kömək olacaq bir vasitədir. Yəni, şəkillər vasitəsilə leksik və qrammatik şəkilçiləri fərqləndirmək. Ümid edirəm və inanıram ki, inşallah bu həmin şagirdlərimiz üçün çox böyük kömək olacaq. Məsələn, şəkildə qeyd edilib dənizçilər. Ümumiyyətlə, dəniz bilirik ki, baxın, leksik şəkilçi söz düzəldici deməkdir. Yəni, sözün mənası dəyişir. Daha doğrusu yeni söz yaranır. Amma söz dəyişdirici şəkilçi isə qrammatik şəkilçilərdir. Və leksik şəkilçilərinin işarəsini belə, qrammatiki isə belə göstəririk. Deyirik ki, biz buna təbii ki, yenə qeyd etdiyim kimi bütün sözlərə aid eləmirik. Əksər sözlərimizdə amma tətbiq edə bilərik. Məsələn, sözün leksik şəkilçi olduğunu müəllimə necə bilərik ki, bu sözdəki şəkilçi leksikdir? Yəni, ümumiyyətlə, yenə də qeyd edirəm ki, nitq hissələrini şagird bilmir, mənimsəməyibdir. Orada hal şəkilçilərinin qrammatik olduğunu bilmir, zaman şəkilçilərinin qrammatik olduğunu bilmir, leksik şəkilçiləri fərqləndirməyə bacarmır. Onda şagirddə bünövrə üçün ilkin təsəvvüründə formalaşdırmaq üçün bu üsuldan istifadə edə bilərik. Məsələn, dəniz dedikdə biz burada su sahəsini görürük, dəniz. Və əvvəlcə belə idi. Yəni, şəklimiz buydu. Çi şəkilçisini artırdıq, şəkil dəyişdi, dənizçi oldu. Yəni, insan. Deməli, şəklimiz dəyişdisə də, artıq biz buna leksik şəkilçi deyirik. Daha sonra lə şəkilçisini artırmışıq, dənizçilər. Burada qrammatikdir. Artıq burada şəkil dəyişmir. Yenə insan olaraq qalır. Sadəcə olaraq say dəyişir. Ona görə də bu olur leksik şəkilçi. Başqa nümunəni misal göstərə bilərik. Məsələn, güldan. Gül sözümüzün köküdür. Gül kökdür. Baxın, burada fərqli bir şəkildir, gül. Biz dan şəkilçisini artıranda artıq güldan başqa bir əşya yarandı, şəkli dəyişdi. Deməli, bu oldu uşaqlar, leksik şəkilçi. Sonra keçirik başqa bir sözümüzə, gözlük. Göz başqa bir şəklidir, gözlük artıq şəkil dəyişdi. Deməli, buradakı lük leksik şəkilçidir. Digər sözümüzə keçək, kitabxana. Kitab başqa bir əşya, kitab. Kitabxana isə artıq bir yerdir. Kitabların olduğu yer mənasındadır. Yenə də qeyd edirəm. Bunu desək ki, bütün sözlərə tətbiq edirik. Yenə də bu tam doğru olmaz. Niyə? Çünki mücərrəd olan sözlərimiz var ki, biz onların şəklini çəkə bilmirik. Yəni, bu şərti bir anlayışdır. Bu şagirdlərə çox çətinlik çəkib ümumiyyətlə fərqləndirə bilməyən şagirdlər üçün bu üsulu tətbiq eləmişəm ki, şagirdlərlə bir yerdə daha doğrusu tətbiq eləmişik ki, ən azından bünövrə kimi də olsa şəkillərlə şagird fərqləndirə bilsin. Sonra şagird nitq hissələrini keçdikcə, nitq hissələrini öyrəndikcə yavaş-yavaş digər mərhələlərdə artıq bu şəkillərə ehtiyac qalası deyil. Şagird özü leksik və qrammatik şəkilçini təbii ki, fərqləndirəcək. Bu qayda deyil. Qayda olaraq kitablarda belə verilmir. Sadəcə olaraq bu bir üsuldur. Şagirdlərimizə dərs keçən zaman istifadə elədiyim üsulu digər şagirdlərimizlə də paylaşıram. Və inşallah ən azından ümumiyyətlə heç fərqləndirə bilməyən şagirdlərimiz üçün bir ipucu olar, bir yol olar. Amma yenə də deyirəm, digər mərhələlərdə isə təbii ki, biz bu leksik və qrammatik şəkilçiləri qayda üzrə fərqləndirməyə bacarmalıyıq. Məsələn, burada gözlüklər olsaydı, biz yenə də eyni şəkildən istifadə edərdik. Bu, qayda bir üsuldur. Yəni, qayda kimi belə bir qayda dərsliklərimizdə verilmir. Sadəcə olaraq bu, leksik və qrammatik şəkilçiləri fərqləndirməkdə bir üsuldur. Yəni, bunu dəfələrlə deyirəm ki, başqa sözlərdə tətbiq eləyəndə deməyin ki, axı belə ola bilməz.
belə biz çətinlik çəkirik. Bu qayda deyil. Bu sadəcə olaraq əksər sözlərimizdə tətbiq elədiyimiz bir üsuldur. İnşallah ümid edirəm ki, faydalı olar və fərqləndirməyi bacararsınız. Leksik və qrammatik şəkilləri, leksik və qrammatik şəkilçiləri fərqləndirməyin birinci mərhələsidir. Heç fərqləndirə bilməyən şagirdlərimiz üçün.